Bədənində birdən dəyişən hisslər səni qorxudur? Bunun adı var. Bəzən heç bir real təhlükə olmadığı halda bədən birdən güclü reaksiya verir. Sanki içəridən təhlükə siqnalı yanır və narahatlıq çox sürətli şəkildə yüksəlməyə başlayır. Bu vəziyyət çox vaxt panik atakın başlanğıcıdır. Panik atak zamanı çox tipik əlamətlər olur. Ürəyin qəfil sürətlənməsi, nəfəsin çatmaması, titrəmə və bədən sanki boşalma hissi, boğulacaqmış kimi bir duyğu, baş gicəllənmə, bədən istiliyinin birdən dəyişməsi, reallığın görünməməsi, sanki başın gicəllənir və güclü ölüm qorxusu. Əgər bu simptomların ən azı 4-ü eyni epizodda baş verirsə və səni qorxudursa, bu çox güman panik atakdır. Amma bu zəiflik deyil. Bədənin uzun müddət topladığı stresə verdiyi tamamilə təbii fizioloji reaksiyadır. Sanki birdən bədən deyir: dayan, mən tükənirəm. Əgər bu hisslər sənə tanışdırsa, diaqnostika üçün müraciət edə bilərsən. Sənin vəziyyətini dəqiq müəyyən edib, rahatlamağın üçün ən doğru yolu birlikdə qurarıq. Əgər panik atak simptomları ilə bağlı test istəyirsənsə, rəy bölməsinə plus atmağın kifayətdir.